Yəni əsas olan əməlin çox olması deyil. Əsas olan əməlin çox olması yox, əməlin az olsa da sünnəyə müvafiq olmasıdır. Məsələn, bir insan fərzləri yerinə yetirir və sünnələrdən də bacardığını yerinə yetirir. Yəni, hər bir sünnəni də insan tam şəkildə, çoxdur da, hamısını yerinə yetirməsi mümkün deyil. Amma bu insan artıq şeylərə yol vermir, dində gəlməyən əməllər etmir. Amma bir də var, insan səhərdən axşama qədər ibadət edir, əyilir, qalxır, amma hansı ki o əməlləri Peyğəmbər sallallahu aleyhi və səlləm göstərməyib, deməyib. Hansı daha xeyirlidir? O çoxlu sünnəyə müvafiq olma, yoxsa az olub sünnəyə müvafiq olan? Az olub sünnəyə müvafiq olan. Ona görə sələflər deyərlər ki, Əl-iqtisadu fis-sünnə xeyrun minəl-ictihadi fil-bid'ah. Yəni, insanın sünnədə orta yolda olması, bidətdə çalışqan olmasından daha xeyirlidir. Sünnədə orta yolda olması. Deməli, əsas olan, insanın gələni aşmamasıdır. Peyğəmbər, dünyavi işlər elədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əntum a'ləmu bi umur dünyakum. Yəni, bəzilər gətirirlər ki, bəs dünyavi şeylərdə bidətlər var. O vaxt dəvə olub, onda nə üçün siz maşına minirsiniz, samolyota minirsiniz, bu da bidətdir də. Onun cavab olaraq deyilir ki, bu həmən bidətdən deyil, yəni bu icazəli bidətdir. Yəni, bu dünyavi şeylər bu bidətə aid deyil. Niyə görə? Çünki Peyğəmbər s.ə.v buyurur ki, siz dünyavi işlərinizi... Bu bidət yenilik demək. Bəli, bidət yenilik demək. Bidət yenilikdir. Yəni, Peyğəmbər s.ə.v necə ki, hər bir xütbənin başında xütbətül həcədir. Orada keçir ki, Əmmə bə'd fə innə asdaqəl hədisi kəlamullah, sözün ən doğrusu Allahın kəlamıdır. Və xeyrəl hədiyyü Muhammedin sallallahu aleyhi və səlləm. Və yolların ən xeyirlisi Muhammed sallallahu aleyhi ve sellem yoludur. Və şərrəl umuri muhdəsatuhə. Və işlərin də ən şərlisi sonradan ortaya çıxandır. Demək. Və sonra gəlir və kullə muhdəsətin bid'ə. Və hər bir yenilik də bidətdir. Və kullə bid'ətin dalal. Və hər bir bidət də zəlalətdir. Ona görə, üzərimizə düşən nədir? Üzərimizə düşən, Peyğəmbər sallallahu aleyhi və səlləmin, sünnəsini etmək az olsa belə. Bizdən tələb olunan artıq şeylər yox, sünnəyə müvafiq olmaq tələb olunur. Məsələn, Allah Teala Təbarək Mülk surəsi var da, Mülk surəsi yatmazdan əvvəl oxunur. Təbarəkəlləzi biyədihil mulk və huve alə kulli şeyin qadir. Sonra Əl-ləzi xaləqəl məvtə vəl-həyətə liyəbluvakum əyyukum əhsənu əmələ. Demək, ölümü və həyatı yaradan Allah hansınızın daha gözəl əməl sahibi olduğunu yoxlamaq üçün yaratmışdır. Demək, bir dənə ayə diqqət etirək. İnsan nə ilə yoxlanır? Əyyukum əhsənu əmələ. Hansınız daha gözəl əməl edir? Demək, biz nə ilə yoxlanırıq? Əməlin gözəlliyi ilə. Demədi çoxluğu ilə. Və demədi daha sürətli əməl edir. Yəni, bizdən tələb olmuş sürətli edək əməli və yaxud da çox eləyək. Əməli necə edək? Gözəl edək. Gözəl də nədir? Fudayl İbn İyad rahimehullah deyir ki, əhsənuhu deyəndə əxlasuhu və asvabuhu. Əməl nə vaxt gözəl olur? Xalis olanda və doğru olanda. Deməli, əməl nə vaxt gözəl sayılır? Əməl o vaxt gözəl əməl sayılır ki, o əməldə ixlas var. Kimsə görsün, eşitsin, tərifləsin, yox. Allah üçündür, bu bir. İkincisi, əməl doğru olmalıdır. Doğru nədir? Sünnəyə müvafiq olmalıdır. Əgər bir əməl, hətta sünnədə gələn əməl olsa belə, Peyğəmbər s.ə.v buyurduğu bir əməl olsa belə, əgər o insan əməli insanlar tərifləsin deyə edirsə, əməl gözəl sayılırmı? Sayılmır. Və yaxud da insan əməli gözəl edir. Gözəl. Yəni, necə gözəl? İxlasla edir. Məsələn, zöhr namazıdır. Zöhr namazını ixlasla, Allah üçün qılır. Amma zöhr namazını qəsdən 5 rəkat qılır. Bilə-bilə. Namaz qabuldur, qabul deyil. Qabul deyil. Yenə gözəlsə, niyə görə gözəl olmadı?
Sünnəyə müvafiq olmadı. Deməli, gözəl olması üçün bu iki şərt olmalıdır. Həm xalis olmalıdır, təmiz olmalıdır, orada başqa niyyət olmamalıdır və eyni zamanda da sünnəyə müvafiq olmalıdır, gözəl sayılsın. Ona görə bunu qarışdırmaq lazımdır. Bəzən insanlar, məsələn, mövlidlər var da, çox yerlərdə keçirilir. Peyğəmbər s.ə.v-in mövlüdü deyirlər, ha? Yəni, bəzən deyəndə ki, bu olmaz, deyir, nə problem var ki burada? Nə problem var? Burada da Quran oxunur və yaxud da müəyyən gözəl şeirlər, beytlər oxunur. Və cavab nədir? Yəni, kiminsə gözəl görməsi onu gözəlləşdirmir. Gözəl nədir? Gözəl, şəriətin gözəl gördüyü şey gözəl sayılır. Şəriətdə nəyə gözəl? İxlas və sünnədir də gözəl olan. Yəni, insanlara buraxılsa, məsələ, insanlar görürsən, indiki dövrdə ən çirkin bir əməli görürsən ki, gözəl görürlər. Nə problem var ki, burada? Deməli, bu insanların başına buraxılmır. Yəni, şəriətə buraxılır. Şəriət gözəl görübsə, gözəldir. Əgər görməyibsə, insanların onu gözəl görməsi gözəlləşdirə bilməz. Ona görə İbn Umar radiyallahu anhuma deyərdi ki, kullu bid'atin dalalə və in kana ra'ahan nasu hasan. Hər bir bid'ət zəlalətdir. Hər bir bid'ət nədir? Zəlalətdir. Yəni zəlalətlə insan yolunu azmasıdır. İnsanlar deyir onu gözəl görsə belə. Əgər bir şey bid'ətdirsə, o zəlalət sayılır və insanların onu gözəl görməsi onu gözəlləşdirmiş. Ona görə məsələni belə bilmək, kimsə şübhələr gətirirsə, burada şübhələrə yer yoxdur. Yəni, kiminsə də belə acığına da gəlməli deyil ki, yəni bizim məqsədimiz nədir? Sünnə, Peyğəmbər s.ə.v-in yəni sünnəsini, əgər varsa hədis, hətta bəzən insan hədis olaraq əməl edir, bəzən olursa sonra səhv çıxır, hədis zəif olur. Yenə insan savabını qazanır. Çünki bunun məqsədi nə idi? Peyğəmbər s.ə.v-in sünnəsini ayaqda saxlamaq. Amma bir də var insan, görürsən, təəssübkeşliklə kiminsə görüşlərini ayaqda saxlamağa çalışır. Peyğəmbər s.ə.v-in sünnəsini yox. Bu nə qədər təhlükəlidir. Yəni, o insan özünü məhv edir. Yəni, necə ki, o vaxtı Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı çıxırdılar da, Allah Teala nə buyurur? İnnə şəniəkə huvəl əbtar. Hansı surədədir bu? Kəvsər surəsində. Nə deməkdir? Sonsuz deyənlər özləri sonsuz. İnnə şəniəkə huvəl. Şəni nədir? Səni xoşlamayan. Sənə nifrət edən öz sonsuzdur. Sənə nifrət edən öz sonsuz. Deməli, onlar özləri yoxa çıxdılar. Xoşlamırdılar. Hətta Peyğəmbər s.ə.və yəni oğlan uşağı qalmadığı üçün belə deyirdilər və onlar, amma Peyğəmbər s.ə.v indiyə qədər də adı əzanlarda çəkir, indiyə qədər də yaşayır. Amma onlar hamısı zibilliyə atıldılar da Peyğəmbər s.ə.və qarşı və həmçində biz bilməliyik, kim ki Peyğəmbər s.ə.v-in sünnəsinə qarşı çıxır, və o özü sonsuzdur, o yoxa çıxacaq. Yəni, bu insan buna əmin olmalıdır. Bilməlidir ki, yəni, kim ki yardım eləyir sünnəyə və ucalmasına səbəb olacaq. Kim ki sünnəyə qarşı çıxır və ki, haradakı görüşləri, fikirləri, bəlkə də ki, o mənsub olunan insana heç çatmır məsələ, adından deyilən sözlərdir, yalan, onu ayaqda saxlamağa çalışır. Peyğəmbər s.ə.v sünnəsini itirmək üçün, yəni o insan özləri də sonsuzdur, onlar özləri də alçalacaq və yoxa çıxacaq və tarixin zibilliyinə də atılacaqlar. Ona görə insan bunu əmin olaraq bilməlidir. Yəni biz çalışma, biz demək ki artıq, yəni var sünnə var, əlhəmdülillah, hər bir şey üçün də səhih hədislər var, dəlillər var və hər bir şey demək olar ki, yəni çatdırılıb. Hətta o vaxtı müşriklər Salman Farisini ələ salırdılar. Bir istehza ilə deyirdilər ki, yəni sizin peyğəmbəriniz nədir? Hətta ayaq yoluna getməyi və ayaq yolunda təmizlənmək məsələlərinə kimsə öyrədib. Yəni bunu istehza kimi. Amma Salman Faris radiyallahu anh'a fəxrlə deyir, bəli. Yəni Peyğəmbər s.ə.v ayaq yolu ədəblərini kimi öyrədib. Ayaq yoluna gedəndə qibləyə yönəlmək, arxasını çevirmək, yəni bunu qadağan edib və nə ilə təmizlənmək lazımdır, onu öyrədib. Yəni bu fəxrlə. Yəni burada nə var ki?
İndi buradan nə fayda ortaya çıxır? Əgər Peyğəmbər sallallahu aleyhi və səlləm ayaq yoluna getmə ədəblərinə qədər öyrədirsə, bu hələ bizə gəlib çatıbsa, bundan da böyük olan əqidə məsələləri, namaz və digər mühüm ibadətlər necə gəlib bizə çatmasın? Var, sadəcə nə lazımdır? Yəni oxuyub, öyrənib, yəni onu düzgün, yəni tətbiq eləmək lazımdır. Ona görə bilməliyik ki, məsələ, yəni elə belə məsələ deyil. İnsan əgər bunu bildiyi halda təəssübkeşlik edərsə, hətta əməllərin də batil olmasına gətirib çıxarar. İbn-i Qayyim rahimehullah buyurur ki, bu Hücurat surəsində keçən ayəni gətirərək, Ya eyyuhəl-ləzīnə əmunu la tərfa'u asvatakum fawqa savtin nəbi. Ey iman gətirənlər, siz səsinizi Peyğəmbərin sallallahu aleyhi və səlləm səsindən yuxarı qaldırmayın. وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ. Yəni bir-birinizi çağırdığınız kimi uca səslə onu çağırmayın və özünüz də hiss etmədən əməlləriniz batil olar. Deməli, ayrına keçir. Bəzən elə əməllər var ki, insan özü hiss etmədən batil olur. Onlardan bir səbəb nədir? Səbəb insan səsi qaldırma. Deyir, baxın, əgər Peyğəmbər sallallahu əleyhi və səlləm həyatında ikən, əgər bir insan səsini onun səsindən yuxarı qaldırması və onu çağıranda uca səslə çağırması, başqa ayəyə görə adıyla ey Muhammed deyərək çağırması onun əməlini batil edirdisə, onun vəfatından sonra, Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra onun sözünün qarşısına kiminsə sözünü qoymaq necə deyir insanın əməlini batil etməsin? Sən deyirsən ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə deyir, sən yox, bizim əfəndi belə deyir, şeyx belə deyir. Bizim məzhəbdə yoxdur. Deməli, artıq Peyğəmbər sallallahu aleyhi və səlləmin sözü gələn yerə onun qarşısına heç bir fikir, heç bir qiyas, heç bir söz, məzhəb, fikir qoyula bilməz. Kimliyindən asılı olmayaraq. Kimliyindən asılı olmayaraq. Deməli, əgər insan bildiyi halda hədisin qabağına, onun sözünün qarşısına başqa söz gətirərsə, hətta əməli batil ola bilər. Yəni, məsələ elə yüngül deyil. Və həmçinin bidətlərin çoxdur məsələlər bir xırdalanısı olsa, nə qədər təhlükələr var. Bidətlərin təhlükələrindən biri də odur ki, insan yəni dində gəlməyən bir şeyi olar deyirsə, özünü elə bil ki, bir növ Allaha şərik qoşmuş da sayılır. Allah Teala buyurur ki, Əm ləhum şurakâ'u şər'u ləhum minəd-dini mə ləm yəzən bihilləh. Yoxsa onların dində elə bir şərikləri mi vardır ki, Allahın dində izin vermədiyi bir şey izin versin? Çünki bu olar, bu olmaz kimin haqqıdır? Allahın haqqıdır. Deməli, sən bunu deyirsənsə, demək dəlil ya ayə və yaxud hədis olmalıdır ki, yəni, bu belədir. Amma dində olmayan, yəni bir şey insan deməsi ki, olar, elə bir ki, insan ayəyə görə nə olur? Özünü şərik qoşmuş olur. Deməli, məsələ çox təhlükəli, çox ağır məsələdir.